Hazreti İbrahim Aleyhisselam dedi ki, bugün qonağım yoxdur, gedim bir qonaq tapın, oturum oyla çörək. Getdi küçədə baxdı, gördü ki, bir dənə hambaldır, yük daşıyıb yorulub, oturub nahar eləmək. Naharı da nə? Quru çörəkləri əli ilə qırır, suyun içine atır, sındıra da bilmir. Suyun içine atır, yaş eləyib yesin. Hazreti İbrahim gördü ilə bu qonaq aparmağa layiq adam. Dedi ki, gəl səni evimə nahara dəvət edirəm. Bir axı sən kimsən? Bu oturmuşam, çörəyimi yiyirəm. Əl çəkdir ki, Həzrət İbrahimə deyir. Deyir, yox, mən istəyirəm mənə qonaq olasın. Deyir, yaxşı, gedək. Çeksiz, həvəssiz durur, gəlir. İbrahim Xəlilullahdır, Allahın Peyğəmbəri bunu evinə dəvət edib, oturublar çörək yeməyə. Çörək yeməyə başlayan Həzrət İbrahim deyir, Bismillahirrahmanirrahim, çörəyi kəsir. Bu da götürür, boz baş verir onu və yemək görüb. Yaxşı yemək pişirir Həzrət İbrahim, ət yeməyi. Bu da götürür, yeməyi başlayır yeməyə. Həzrət İbrahim deyir ki, Allahın adını çəkmədin. Bir Allah kimdir? Deyir, Allah da yeri göyü yaradan. Deyir, mən ona inanmamışım, onu tanımıram onun adını çəkim. Niyə onun adını çəkməliyim? İbrahim Aleyhisselam deyir ki, mən də Allah'ı tanımayandan bir süfrədə oturmuram. Deyir ki, mən səndən xahiş eləməmişdim, mən evdə çağırırsın. Oturub quru çörəyimi yiyirdim, gəldin, məzmur gətirdin, yemirsən, çıxım gedir. Böyle çıxır gedir. Gedəndə Cəbrail Aleyhisselam nazil olur, deyir, İbrahim, Allah sənə salam göndərir və deyir ki, mən bu bəndəmin 50 ildir ruzusunu verirdim, məni tanımayan. Bir dəfə sənə tapşırdım, belə elədim. Bir diyanır, xəcalət çəkir Həzrət İbrahim. Qaçır, küçədə tutur onu, yalvarır, yaxarır ki, qayət gəldirsə. O da baxır xeyrətlə, deyir, bax, sən mənim canımdan nə istəyirsən? Oturub yemək girdin, öz quru çörəyimi, dabdın gətirdin. Sonra çıxovdun, indi gəlmişsən, deyir, yaxşı gəl. Yolda deyir ki, Allah deməyəcəm, Bismillah sağ. Bismillah sağ deməyəcəm, elə mən yeməyimi həmin qaydadır. Otururlar çörək yeməyə, yemək əsnasında deyir Həzrət İbrahimə ki, sən kimsən, bu nə hadisə idi? Deyir, mən eşitmiş olarsa, İbrahim, Xəlilullah, Allahın dostuyam. Deyir, bəli, eşitmişəm. Deyirsən ki, getdin, Allah mələyini mənə göndərdi və dedi ki, o məni tanımasa da onu ruzsuz, neymətsiz qoymadım. Bir dəfə sənə tapşırdım, sən belə elədin. Deyir, biraz fikrə gedir, deyir, o Allah ki, dostunu düşmənin ayağına göndərir. Dostunu onu tanımayanın ayağına göndərir. Bu Allah'a gərək iman gətirəsən. Bu Allah iman gətirməyə layiqdir. Bir, həmin yerdə müsəlman olur və Həzrət İbrahimlə bir yerdə nahar edirlər və qoşulur ardıcıllarla